Bugün sənə əslində yuxularımızı analiz etdikdən sonra proses necə davam edir və real həyatımızda nələr baş verə bilər, biraz ondan bəhs edəcəm. Yenə də öz həyatımda gördüyüm və müşahidə etdiyim son bir hadisədən burada nümunə göstərərək, əgər daha öncəki öz yuxu analizimin, hansı ki 3 hissəyə bölmüşdüm, onları izləməmisənsə, buralarda bir yerdə yerləşdirmişsəm yerləşdirəcəm. Onları izlədikdən sonra bu videoya baxmağın sənin üçün daha aydın olacaq söhbət nədən gedir deyə. Deməli, son yuxumda bəhs etmişdim, hansı ki mən uşaq olarkən 11-12 yaşımda çox sevdiyim bir müəlliməmdən ayrılmaq məcburiyyətində, belə deyək, sinif olaraq qalmışdıq və həmin zaman dilimində hər birimiz, deyək ki, amma söhbət burada məndən getdiyi üçün özümdən bəhs edəcəm. Çox, belə deyək, ayrılıq acısı çəkmişdik və onun içərisində əlbəttə ki, digər hisslər də var idi və mən həmin yuxunu burada analiz etdim. Sonrasında nə baş verdi? Hansı ki, o proses baş verdikdən sonra xatırladım ki, bəs mən niyə əslində yuxunu indi görürəm? Yəni, niyə yuxum neçə illər öncəsində olan bir prosesi indi mənə əks etdirir? Çünki axı indi mən özümdə müəlliməyəm ona görə. Belə ki, universitetdə dərs verirəm və yuxunu görməyimə səbəb özümün də müəllim olması ilə bağlı idi və digər hansı ki, bəhs edəcəyim yuxu necə bizim həyatımızda proses edir, keçək o məsələyə. Deməli, sinifə dərsim var idi və həmin sinifə daha öncə məndən əvvəlki saat dərs verən müəllim, hansı ki, universitetimizin çox dəyərli və çox savadlı müəllimlərindən birisidir. Əfsuslar olsun ki, yəni işdən, belə deyək, çıxır bu il və həmin sinifdə onun çıxmasını öyrəndiyi üçün çox pis olmuşdu, üzülmüşdü və mən sinifə girərkən bir anlıq şok yaşadım. Bir çox, belə deyək, tələbə göz yaşları içərisində idi, qəmgin, üzgün görünürdü. O anda nə edəcəyimi, yəni bilə bilmədim. Çünki bir anlıq hiss etdim ki, özüm də əslində müəllim deyiləm. Onların o abu-havasını gördüyüm an avtomatik olaraq burada mən hardasa bir həftə, 2 həftə öncəsində yuxu analizini paylaşıram. Heç 2 həftə də məncə deyildi. Və bu yuxu analizinin paylaşımı üzərinə bu hadisəni yaşamağım əlbəttə ki, çox yaxşı bir müşahidətçi olduğum üçün öz həyatımla bağlı. Bunun, əgər Carl Jung nəzəriyyəsi ilə baxsaq, bir sinxronizasiya olduğu məlum idi. Yəni, çox qəribə deyilmi? Mən yuxum bununla bağlı bir, yəni daha öncə yaşadığım ayrılıqla, həll etmədiyim hisslərlə bağlı bir yuxu görürəm və bunun üzərindən 2 həftə keçmiş, 2-3 həftə keçmiş, üzərinə buna bənzər, mənim bir zaman yaşadığım hadisəyə bənzər bir hadisə ilə rastlaşıram. Burada uşaqların həmçinin də buna, belə deyək, hazırlıqsız olmağı idi. Yəni, məsələn, bir insan həyatımızdan çıxacağını öncədən bildirdikdə, deyək ki, 1 il ərzində, məsələn, istər-istəməz bizdə psixoloji olaraq ön hazırlıq olur. Amma heç bir hazırlığın olmaması və anidən mən tərk edirəm, getməliyəm. Bu, bizim psixologiyamızda, insan psixologiyasında çox böyük itki ilə üz-üzə qalır deməkdir. Və tələbələr də təbii olaraq bu cür hiss edirdilər və mənim də prosesim eyni ilə baş vermişdi. Anidən çıxıb gedəcəyini müəlliməmizin söyləməsi bu ayrılıqla baş etməyimizə çox, belə deyək, çətinlik yaratmışdı. Və bu prosesin burada baş verməsi sinxronizasiyadır. Nədir sinxronizasiya? Yəni, həyatımızda bəzən 2 bənzər və ya eyni hadisə bir-birinə əlaqəsiz şəkildə baş verir. Məsələn, mənim yuxum və mənim həyatımda baş verən şeylər keçmiş zamanda indiyə üzə çıxması və sinifdə baş verənlər əslində bir-birindən əlaqəli deyil. Amma əlaqəsizlik o qədər əlaqəsizdir ki, sən onun arasında əlaqə qurursan. Yəni, sinxronizasiya budur əslində. Və sənə çox qəribə gəlir hiss olaraq ki, necə bu qədər üst-üstə düşə bilər ki? Bəli, necə bu qədər üst-üstə düşə bilər ki? Çünki nəyə görə bu baş verir bilirsən? Həyat əslində sənin bu məsələni artıq həll etməyini istəyir. Yəni, mən burada bəli, bəhs etdim, danışdım, amma öz hisslərimə dərinləməsinə keçid etmək yenə də mənim üçün
çox da əlçatan bir proses deyildi və ümumiyyətlə ora tam keçmək istəmirdim, belə deyək. Və bu prosesin baş verməsi isə, yəni ürəkli ol, irəli get, addımla, yəni bunu bacara bilərsən mesajıdır. Yəni mənim aldığım, mənim hiss etdiyim bu yöndədir. Əlbəttə ki, bu prosesdən sonra, çünki mən artıq həm müəllim olaraq ayrılmağın, müəllimin nə üçün ayrıla biləcəyini dərk edirəm, həm özüm də bu situasiyanın içərisindəyəm, həm də bir zamanlar bu prosesi yaşadığım üçün tələbələri də çox daha yaxşı anlaya bilirəm vəziyyətlə. Bu iki proses artıq olduqda həyat sənin bu məsələni ələ götürüb həll etməyin və üzləşməyin çox daha sadələşdirir əslində baxsan. Təbii ki, mən belə deyək, uşaqlıq halımla, içimdəki uşaq necədir, nə haldadır? Bu başlıq bəlkə burada da videoda qoyaram. Bu şəkildə işləməyə lazım gələcək ki, o videoya da baxıb çox faydalana bilərsən deyə düşünürəm. Hardasa 10 yaşa qədər ki, halımdan çox, belə deyək, terapiya aparmışam və çox da faydasını görmüşəm. Amma yeniyetməlik halıma çox da erişməmişəm, belə deyək, və 11-12 yaşda elə o dönəmləri əhatə edir. Mənim üçün də bir şans oldu əslində o dönəmlə bağ qurmaq. Oradakı billurəni bir növ, belə deyək, oradakı billurə, oradakı o halımla necə idimsə, onunla kontakta keçmək, əlaqə qura bilmək, belə deyək. Çünki bütün bunlar bizim parçamızdır və biz onlarla da oradan da yaxşı münasibət qura biləriksə, daha inteqrasiya eləyə bilərik, böyüyə bilərik, genişləyə bilərik və bu da əlbəttə ki, gündəlik həyat hadisələri ilə, istər pozitiv, istər negativ, daha yaxşı dərk etməyimizə kömək edir və daha yaxşı, sağlam hiss edirik özümüzü. Bir var ki, belə deyək, yaxşı hiss etməyə cəhd göstərsin, yəni hər zaman pozitiv olun. Bir də var ki, yaxşılaşmaq. Yaxşılaşmaq bəzən yaxşı hiss etməmək və yaxşı hiss etməməyə izin vermək deməkdir. Və bu səbəbdən də düşünürəm ki, özümüzü tanımağa gedən və özümüzlə bütünləşməyə gedən yol heç də sadə deyil və heç də qısa müddətli deyil. Bu, bütün ömrümüz boyu davam edən bir prosesdir. Buna görə də özünlə işləməyə açıq olmalısan. Əgər bunu tək başına bacarmırsansa, kənardan dəstək almalısan deyə düşünürəm. Və bugün istədim ki, öz həyatımla bağlı, necə yuxu analizindən sonra, belə deyək, əslində mən seanslarda nə edirəm? Yuxunu təkcə analiz etməklə qalmırıq, oradakı hisslərlə işləyirik, söhbət yox ki. Yadınızdadsa mən orada dedim ki, qapalı otaq görmüşəm. Bu ilə tamamlanmır məsəl üçün seans. Orada sadəcə olaraq burada tam detallı verə bilmirəm bəzi nüansları. Orada məsəl üçün belə bir sual verdim özümə. Billur, əgər düşün, indi o qapalı otağa girə bilsən, açsan, orada nə görərsən? Bu sualın cavabı çox pozitiv idi. Məsəl üçün mən dedim ki, orada günəşin süzülən şüalarını görürəm. Səni yandırmır, amma otağı çox işıqlı edir də, çox bərrak və rahatlıq hiss edirəm o otaqda. Halbuki mən yuxunun içərisində bunu qətiyyən açmaq istəmirdim. İçərisinin boş olduğunu və sadəcə əşyalardan ibarət olduğunu görsəm belə. Bu bəlkə də, məsələn, yuxuda nə idi? Vulkan partlayır və suya enirəm də, düzdürmü? Bu bəlkə də, məsələn, eyni zamanda bu reallıqda da bu hadisə ilə üzləşib və sonra su nədir? Su həmçinin də bir növ odun yanında sərinləmə, rahatlama deməkdir. Rahatlıq tapmaqla bağlantılıdır. Yəni, universitetdə baş verən bu hadisə mənim eyni zamanda da bu hisslərə doğrudan da artıq nüfuz edib onlarla çalışmağım üçün bir növ yönləndirir. Bir növ səni elə bil ki, çağırır. Səndə bu potensial var, bunu istəyirsən və dəstəyə ehtiyacın var, sənə belə bir hadisə ilə üzləşdirir dəstək olmaq üçün. O an bəlkə də yaxşı hiss etməyə bilərsən. Məsələn, onsuz da yaxşı hiss etmək deyil əslində. Belə, sualın olarsa və ya sən də həyatında hər hansı bir bənzər hadisələr yaşamısansa və yaxud da səni çox təsirləndirən bir yuxu görmüsənsə, burada şərh bölməsində paylaşa bilərsən. Əgər maraqlı gəlirsə və faydalı gəlirsə, digər insanlarla da paylaşmağın kanalın böyüməsinə və daha çox maraqlı videolar paylaşmağıma vəsilə olmuş olar. Təşəkkür edirəm. Özünə çox yaxşı bax.